Sürümlü bizim milli xörəyimizdir. Biz qış aylarında, qış fəslində bunu çox bişiririk. Bunu bişirmək üçün əti quruduruq, yaxşı qış fəsli gəlincə əvvəl quruduruq. Ondan sonra biz o əti bişiririk. Eyni zamanda xəmirdə yoğururuq, xəmiri yoğururuq, yayırıq, sonra da sürümlü çəkilir. Bu da sarımsaqla, turşu ilə yeyilir. Kim necə istəyir, kim necə xoşlayır, o cürə də yeyirlər. Qazanımızda ocaqda qoymuşuq, su qaynamaq üzrədir. Ət də bişib hazırdır. Ətin içinə də kim necə istəyir, istəyən kartuşka da atır içinə, istəməyən təkcə ətlə bişirir. Kim necə xoşlayırsa. Onların milli xörəyi sürülü hazır. Bunu indi biz süfrəyə verəcəyik. Əziz izləyicilər, əgər kanalımıza abunə olmamışsınızsa, videonun aşağısındakı abunə ol düyməsini və zınqrov işarəsini basın. Videonu bəyənməyiniz və şərh yazmağınız bizim üçün önəmlidir.